Tikinti materiallarında istifadə olunan asbest, formaldehid və qurğuşun kimi kimyəvi maddələr hər gün nəfəs aldığımız havaya qarışır və bu materiallarla uzunmüddətli təmas ağciyər, sinir sistemi və dəri xəstəliklərinə səbəb ola bilər. Bəs alıcılar və satıcılar bundan xəbərdardırlarmı? Bəli, bundan xəbərimiz var. Belə deyək də, laminatda Y0 kateqoriyası var. Bu kimyəvi qatqıların çox az miqdarda olduğu bildirilir. Yəni bu ekoloji cəhətdən təmiz sayılır. Bir də ki var Y1 kateqoriyası. Bu da ki evlərə vurmaq olar, amma ki kimyəvi qatqıları çox az miqdarda var. Bu da formaldehidi az miqdarda havaya buraxır. Əsasən bizim satış etdiyimiz məhsullarda o maddələr çox yoxdur. Amma olduğu təqdirdə biz bəli məlumatlandırırıq. Ancaq bizim satdığımız material alüminium məhsullardır. Seramiklərdə hamısı təbii məhsullardır. Yəni çox da o tipdə ziyanları yoxdur. Hamısı polisetilen tipli məhsullardır. Yox, xeyr, işləmir. Satıcı ümumiyyətlə məlumat verirmi? Deyir, prosta mən ona fikir vermirəm. Əsas odur, mənə keyfiyyəti yaxşı olsun. Yox, ucuz yox. Məncə bahalı daha yaxşıdır ki, yəni keyfiyyətinə görə qiyməti də bahalıdır. Xəbərimiz var, əlbəttə ki, onu gələk zavodlar buraxmıyor da. Mebel istehsalında istifadə olunan formaldehiddir. Bir çox mebellərin istehsalında bu kimi material istifadə olunur. Açıq şəkildə qaldığı yerdə, daha sonra müxtəlif materiallar zamanla zədələndikcə, onlar üzə çıxdıqca insan sağlamlığı üçün zərərlidir. Səthi materiallardan laminat parket tanıdığımız son 15 ildə istehsalı genişlənən olan materiallardır. Hazırda da bir çox təbii parketi, təbii döşəməni əvəz edən materialdır, müasir materialdır. Bu materialın alınlığında vətəndaşlara tövsiyə olunur ki, onun kateqoriyası ilə tanış olsunlar. Son illər ərzində epoksitdən ibarət olan bir çox döşəmələrdir və digər materiallar da geniş yayılmaqdadır. Eyni zamanda epoksit materialından müasir vaxtlar mətbəxdə müxtəlif masaların istifadə olunmasında da istifadə olunur. Bu kimi material uzun müddət müxtəlif zərərli maddələr ixrac edir ki, o da zamanla insan sağlamlığı üçün əks təsir edə bilər. Qida maddələri yaxşı olar ki, bu kimi materiallarla birbaşa təmasda olmasınlar. Laminat və epoksit boyalardan, epoksitdən ümumiyyətlə istifadə olunan materiallar olan sahə tez-tez havası dəyişilməlidir. Bəzi ölkələrdə illərdir zərərli materiallara məhdudiyyətlər tətbiq olunur. Məsələn, Avropada azbest tamamilə qadağan edilib. ABŞ-da qurğuşun qarşılıqlı boyalardan tamamilə imtina olunub. Asiya ölkələrində isə formaldehid səviyyəsinə ciddi nəzarət var. Azərbaycanda da bu qaydaların tətbiqi həm insanların sağlamlığını qoruyacaq, həm də tikinti sektorunun dayanıqlığı və inkişafına şərait yaradacaq. İstifadə olunan materiallar sertifikatlı olmalı və beynəlxalq standartlara uyğunluğu nəzərə alınmalıdır. Mənşəyə məlum olmayan materiallardan imtina edilməlidir. Məhsulun ISO və digər standartlara uyğunluğunu təsdiq edən sənəd olmalıdır. Materialın üzərində havaya daha az zərərli maddə buraxması ilə bağlı yazı qeyd edilməlidir. Yanğına davamlılıq da nəzərə alınmalıdır. Ekoloji uyğunluq və dayanıqlıq da unudulmamalıdır. Tikinti materiallarında o kimyəvi maddələr təkcə dəri problemləri yox, həm də tənəffüs orqanlarının zədələnməsinə təsir edən simptomlar müşahidə olunur. O cümlədən allergik bronxit olan, astması olan xəstələrdə astmanın kəskinləşməsi və yaxud da ki, dəri ekzemalarının kəskinləşməsi və yaxud da ki, xroniki bronxiti var. Həmin bronxitin kəskinləşməsi vəziyyəti ilə bizə müraciət edirlər. Qeyd eləyək ki, Azərbaycan hökuməti tikinti sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində yeni tədbirlər paketi hazırlayır. Yeni mexanizmlər tikintiyə nəzarət və təhlükəsizlik standartlarının dəqiqləşdirilməsini nəzərdə tutur. Tikinti ərazilərində ekoloji və radioloji risklərin qiymətləndirilməsi və idarə olunması üçün hüquqi baza yaradılacaq. Sağlamlığa zərərli tikinti materiallarının istifadəsinə məhdudiyyət qoyulacaq.